Hər kəsə salam. Bugün sizə həyatımı dəyişən bir qərardan danışmaq istəyirəm. Necə oldu ki, Azərbaycandan Macarstana köçdüm? Hələ 2022-ci il idi. Mən o zaman bakalavrın son kurs tələbəsi idim və o zamanlar Azərbaycan Beynəlxalq Bankında developer olaraq çalışırdım. Və düşünsək ki, bakalavrdan hələ məzun olmamış bir tələbə olaraq o zaman maaşım çox yüksək idi. Stabil işim var idi, hətta yeni promot olmuşdum. Amma içimdə hər zaman bir hiss var idi. Nəman sən bura aid deyilsən, Nəman sən Azərbaycanda yaşaya bilməzsən, Nəman sən xaricə köçməlisən. Bir il ərzində çox çalışdım və IELTS hazırlaşmağa başladım. 3 ay ərzində intensiv hazırlaşaraq mən ilk nəticəmi aldım. O zamanlar vaxtım çox az idi. Onun üçün də sadəcə 2 təqaüd proqramına müraciət edə bildim. Erasmus Mundus və Stipendium Hungaricum. Bir müddət keçdikdən sonra mən Erasmus Mundusdan təqaüd ala bilmədim. Sadəcə ödənişli şəkildə qəbul almışdım. Amma düşündüm ki, yox, mən təqaüdlü oxumaq istəyirəm. Pis oldumu? Oldum. Çətin qərar idimi? Bəli, elə idi. Amma heç vaxt vaz keçmədim və Stipendium Hungaricumla müsahibələrə girməyə davam etdim. Hər müsahibədən keçdikcə mənə bir inam, mənə bir güc və ümid gəlirdi ki, Ləman sən bunu bacara bilərsən. Və sonunda o cavab gəldi. 2022-ci il Stipendium Hungaricum taliblərindən biri oldum və magistri kompüter elmləri üzrə oxumağa qərar verdim. Və mənim üçün yeni həyatın addımları atılmağa başladı. Artıq işsiz idim, başqa bir ölkəyə köçməli idim. Nə məni nə gözləyəcəyi əsla bilmirdim. Yeni bir ölkə, yeni bir mühit, dost-tanış demək olar ki, yoxdur. Amma içimdəki o eşq, o həyəcan, o istək məni hər zaman bir addım öndə tutdu deyərdim. Hər zaman məni ayaqda tutdu. Əlbəttə ki, çətinlik bundan sonra başlayacaq. Davamı üçün part 2-ni izləməyi unutmayın.